Mən Cəfərova Zibə xanım, 5 ildən artıqdakı Maidə Tekstilin üzvüyəm, layihə rəhbəriyəm. Burada dul analarımız, işsiz analarımız həm özlərinə peşə tapırlar və həm də evlərinə çörək pulu aparırlar. Xəyalım çox böyükdür Maidə Tekstilinin əlaqədar və ümidlərim də çox böyükdür və mən ümid edirəm ki, Maidə böyük bir sex olacaq və burada onlarla, bəlkə də yüzlərlə analar iştirak eləyəcək, öz əmanətlərimiz iştirak eləyəcək və onlar da öz ruzlərini buradan qazanacaqlar. Mən Cığır İctimai Birliyinə təşəkkür edirəm və başda yeganə müəllimə olmaqla, burada hər kəsin Nüşabə müəllimədir, Səbrinə bacıdır, onların əməyi var və onlara da mən öz təşəkkürümü bildirirəm. Allah razı olsun. Qurani Kərimin ən gözəl surələrindən biri Maidə. Dərzilik sənəti ilə qadınların bacara biləcəyi ən gözəl bir iş olduğunu düşünərək tənha anaları bir yerdə sevinəcək, bir yerdə dirçələcək və başqa xanımlara da əllərini uzada biləcək bir layihə olduğu inancına vardıq. Və inanırıq ki, bu dərzilik süfrəsi İsa Peyğəmbərdən, Maidə surəsindən öyrəndiyimiz süfrə mədəniyyəti xalqımızda da çox böyük bir brendə dönüşəcək. Maidə tekstillə anaların bu dərzilik sənəti ilə köklərimizin bizə öyrətdiyi dəyərləri gələcək nəsillərə ötürə biləcəyik.